Dotcom krizisi və süni intellekt belə bir bubble deyək. Gəl bunları bir müqayisə eləyək və yaxud da ki, oxşar tərəflərinə baxaq. Okay. Dotcom krizisi internetlə bağlıdır. Yəni dotcom ümumiyyətlə internetlə bağlıdır. 1995-ci ildən 2002-ci illərəcən əsas internet bir hayküyü götürüb dünyada və demək olar hər bir yatırım, hər bir mənasız platformaya, sayta ayrılırdı. Yəni bu işin real tərəfi var idi və hayküy tərəfi var idi. Və məsələn, heç bir biznes belə deyim, məntiqi olmayan produktlar inanılmaz dərəcədə investisiyalar aldı. Ancaq internet o vaxt ona hazır değildi. Məsələn, tutaq ki, internet o vaxt dial-up idi, optik kabellər yox idi, sürət çox rol oynayırdı və belə deyim də. Və bunu artıq görməyə başlayanlar 2002-ci ildə başladılar yatırımların götürməyə. Demək olar 90%-dən çox yatırım ayrılmış belə deyim şirkətlərdir, startaplardır. Hamısı uduzdu. Çünki onların heç bir real dünyada praktikası yox idi. Sadəcə belə deyim, dəbdəbəli səslənmək üçün olan ideyalar idi. Hansı ki, bu gün onu AI industrisində də görürük. Və bununla oxşarlığı nədir? Sırf AI babından. Oxşarlıq odur ki, hər bir yeni texnologiya çıxanda o səviyyədə ki, sənaye inqilabına gətirsin. Məsələn, internet onlardan biri idi. Orada real tərəfi də var onun, şişirdilmiş tərəfi də var. Krizis şişirdilmiş tərəfinə görə baş verir. Real tərəfi nə idi? Google məhv oldumu? Yox. Yahoo məhv oldumu? Yox. Amazon məhv oldumu? Yox. Çünki bu şirkətlərin digər şirkətlərdən fərqi onda idi ki, bunlar həqiqətən də real dünyanın problemini həll edirdilər. Və uzun müddətdə bu produktlar qaldılar. Həmçinin də o süni intellektə aiddir. Yəni bugünkü gün süni intellekt kod assistant kimi, ümumiyyətlə informativ assistant kimi isbat olunmuş faydalı bir alətdir. Mən bilirəm ki, AI köpüyü partlasa belə bu qalacaq. Amma AI köpüyün partlama tərəfləri nə olacaq? O tərəfləri ki, yalandır və şişirdilmədir. Məsələn, tutaq ki, şişirdilmə və yalan AI bizi əvəz edəcək. Süni intellekt heç kimi heç nədə əvəz etməyəcək. Mümkün deyil. Bu bir. Və ona əsasında olan şirkətlər AI süni intellekt krizi olanda artıq məhv olacaq.